Neçə gündür İranda ixtişaşlar, etiraz aksiyaları, üsyanlar gedir və artıq bildiyiniz kimi bugün verilən məlumatlara görə Abdanan şəhəri nümayişçilərin nəzarətinə götürülüb. Burada bir məsələ də var ki, artıq neçənci dəfədir ki, ən az ikinci dəfə mən bu nüansı sezirəm ki, İranda bu üsyanlar, etiraz aksiyaları yeni təvəllüdün əvvəlindən başlayır və ümumiyyətlə belə götürsək, istər ilin əvvəli, ortası, sonu fərq etmez. İranda bu artıq ənənəyə çevirir, bu ixtişaşlar, siyasi etirazlar və hər etirazda da düzdür, hakim rejim bunun qarşısını alsa da, sonunda hər etirazda da hakim rejim zəifləyir. Ümumiyyətlə bu belədir, bir hakimiyyət dövründəki ixtişaşlar davamiyyətlə gedir, istər-istəməz bu həmin o hakimiyyətin zəiflənməyinə gətirib çıxarır və düzdür, ola bilsin ömrünü uzadır, amma zəifləyir və sonunda da ömrünə son gəlməyi biz bunu tarixdən də görə bilərik, müxtəlif nümunələr də göstərə bilərik, ötən əsrdən də, orta əsrlərdən də, indi son illəri baş verən hadisələrdən və s. Mən bir onu deyə bilərəm ki, İran bu ixtişaşlar zamanı bir dənə bir yenilik gördük. Xamneyi çıxışında etiraf etdi ki, bəli, etirazçıların bəzi etirazları var, istəkləri və bunlarla biz danışmalıyıq. Düzdür, sonra deyir ki, danışmaq istəməyənlərlə də bunun qarşısı alınmalıdır və s. Amma etiraf elədi ki, Xamneyi yəni bu etirazçılarla danışmaq lazım. Əvvəllər ümumiyyətlə ki, onu da etiraf etmirdi. Bu bir daha İrandakı hakim siyasi quruluşun zəiflədiyini, yavaş-yavaş gerilədiyini göstərir. Artıq hicab məsələsində bilirsiniz ki, İran artıq simvolik bir məsələyə çevrilib hicab. Düzdür, mən bunu heç də müsbət qarşılamıram və insanın inkişafını onun geyimi ilə ölçümlə onu cahili hesab edirəm. Amma indi bu bilirsiniz, klerikal hakimiyyətdir İranda və bu məsələ strateji məsələləri vardır. Bu məsələlərdə artıq İran hakimiyyətinin geri çəkilməsi gələcəkdə digər məsələlərdən geri çəkilməsində anonsunu verə bilər və onu gətirib çıxara bilər. Yəni İran iki yolu var. İranı ya Çin kimi transformasiya olub, Çin siyasi baxımdan kommunist qaldı, amma iqtisadi baxımdan kapitalist oldu və quruluşunu qoruyub saxlaya bildi SSR-dən fərqli olaraq. Yaxud da İran da belə eləyə bilər, siyasi baxımdan, düzdür, siyasi baxımdan tam artıq klerikal ola bilmir İran. Yəni hicab məsələsində sən də simvolik çevrilirsə hicab məsələsi, sən artıq tam klerikal da artıq deyilsən. Yəni çünki klerikal hakimiyyətlərin, İslam hakimiyyətlərin nüvə bazasından da biri hicabdır. Yəni artıq bundan da geri çəkilsə, sən artıq həmən o siyasi klerikallığı da qoruyub saxlaya bilmirsən. Üstəlik də iqtisadi baxımdan transformasiya olması. Düzdür, İranda iqtisadiyyat zaten kapitalist olub. Sadəcə olaraq bu sanksiyalarla və s. iqtisadiyyat İranda çox çətin bir vəziyyətə çevrilib. Amma nüvə məsələsində və digər məsələsində, İsrail məsələsində, İsraili tanımaq məsələsində, Fələstin məsələsində və digər məsələlərdə İran geri çəkilsə, artıq iqtisadiyyat baxımından da bir nəfəslik ala bilər. Müqavimət davam etsə və bu müqavimətin sayəsində bu ixtişaşlar, üsyanlar, etirazlar davam etsə, fikrimcə sonda İranın mövcud hakimiyyətinin süqutunu görəcək. Yəni bu yaxşıdır, pisdir İran üçün, bu yaxşıdır, pisdir region üçün, bu yaxşıdır, pisdir Azərbaycan üçün. Bunu biz müxtəlif səbəblərdən müzakirə edə bilərik. Bunun yaxşısı da var, pisi də var. Baxır o necə proseslərin necə gedəcəyini. Proseslərin müsbət gedəcəyi tərəfdən bu yaxşı tərəfləri də var. Yox, proseslərin mənfi gedəcəyi də bunun mənfi tərəfləri də var. Bu da artıq belə deyək, müzakirə mövzusuna açıq məsələlərdir.